sallallahu aleyhi və səlləm sadə insanların içərisindən çıxmış və həmişə onlarla bərabər olmuşdur. Onlar öldükdən sonra dirilib hesaba çəkilməyi də inkar edirdilər. Onlar bunu sadəcə ağıllarına sığışdıra bilmirdilər. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi? Eləcə də bizdən əvvəlki atalarımız dirildiləcəklərmi? Əs-Saffat surəsi 7-8-ci ayə. Onlar deyirdilər, məgər biz ölüb torpaq olduqdan sonra yenidən diriləcəyik? Bu həqiqətən uzaq qeyri-mümkün bir qayıdışdır. Qaf surəsi 3-cü ayə. Həmçinin kafirlər öz aralarında Peyğəmbər əleyhissalama istehza edərək bir-birinə dedilər. Sizə siz parça-parça olub dağılandan dağılandan, çürüyüb torpağa qarışandan, sonra yenidən yaradılacağınızı, dirildiləcəyinizi xəbər verən bir adam göstərəkmi? Görəsən o Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəlilliyi var. Səba surəsi 7-8-ci ayə. Hətta istehza ilə belə bir şeir də qoşmuşdular. Ölmək, sonra dirilmək, sonra hesaba çəkilmək. Yox, bu cəfəngiyatdan başqa bir şey deyil. Ey Ummu Amr. Subhanallah. Görürsünüz, şeir də yazıblar. İstehza etmək üçün. Quran-ı Kərim onların bu iddialarından dünyada baş verən haqsızlıqların cəzasız qala bilməyəcəyini önə çəkərək rədd etdi. Çünki zalim etdiyi zülmün cəzasını, məzlum isə ona zülm edəndən haqqını almadan ölür. Əməli salih insan əməllərinin mükafatını, günahkar isə cəzasını almadan dünyadan köçür. Əgər öldükdən sonra yenidən dirilmək, əməllərin qarşılığını almaq və əbədi həyat olmasaydı, tərəflər arasında fərq olmazdı. Əksinə zalim və günahkar ən xoşbəxt insanlara çevrilərdi. Bu tamamilə səhv düşüncədir. Çünki Allah Teala öz nizamını fəsad üzərində qurmaz. Məgər biz müsəlmanları kafirlərlə eyni tutacağıq? Sizə nə olub, necə mühakimə yürüdürsünüz? Qələm surəsi 35-36-cı ayələr. Yoxsa bizə iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənlərə, günahkarlara tay edəcəyik. Sad 28. Başqa bir ayədə isə yoxsa dünyada pis əməllər edənlər, axirət